Salam, əziz, dəyərli, çox möhtərəm izləyicilərimiz. Biz hər birinizi bu gözəl gündə salamlayırıq və əlbəttə ki, bugün dostlardan da xüsusi xahiş elədim. Dedim ki, bugün bir izləyicilərimizlə görüşümüz səmimi olsun. Belə sizlə üzbəyüz, heç nəsiz, mikrofonsuz, zatsız, sadə bir şəkildə istədim sizin qarşınıza çıxam. Dəyərli hocamız Mehmet Qazi hocanın da bir sözü var. Həmişə o deyir o sözü ki, sadəlik baş tacıdır. Yəni təkəbbürlük insana heç nə verməz. Və bundan əlavə bugün gözəl və bir o qədər dəyərli bir mövzu ilə sizin qarşınızdayım. Və bu mövzu bizlər üçün olduqca əhəmiyyətli bir mövzudur. İnsanın yaranışı da belə deyək ki, və daha sonra insanın yaranışı, onun daha sonra galaktikanın gelişməsi də, yəni bir növ elmi bir mövzu olacaq. Bu mövzu ətrafında bizim çıxışlarımız var. Mən də qeydlərimi aparmışam ki, bizlər üçün çox önəmli bir mövzu olacağını mən bir daha sizlərə vurğulamaq istəyirəm, dəyərli izləyicilər. Çıxışıma başlamamışdan əvvəl istəyirəm dəyərli Mehmet hocamızın bir gözəl şeiri ilə bugünkü çıxışa başlayaq. Sizdən də diqqətlə dinləməyinizi istəyirəm bu çıxışımızı axıra qədər, dəyərli izləyicilər. Deməli, hocamız çox gözəl şəkildə buyurur, deyir ki, bu dünyanın cəfasını çəkən varmı benim kimi? Yaşamanın sefasını sürən varmı benim gibi? Ağlar ikən gülüyorum, gülər ikən ağlıyorum. Bu dünyada yanıyorum, yanan varmı benim gibi? Ağlar ikən, gülər ikən, boş ömüre yanar iken, aldım sattım diyor iken hayat gelip geçer imiş. Hayat gelip geçer imiş. Allah'tan değerli hocamıza uzun ömür, bərəkətli ömür diləyirəm və həqiqətən də çox gözəl bir şeirdir. Yəni bu şeir haqqında biz nə qədər çox danışsaq, bir o qədər az olar. Ağlar ikən gülüyorum, bu dünyada yanıyorum. Qısa şəkildə deyə bilərəm ki, orada qeyd olunan bu dünyada yanıyorum ifadəsi əslində Allaha olan sevginin yanğısından bəhs olunur. İlahi sevginin, Peyğəmbərə olan sevginin yanğısından, ağlamasından, yəni daha çox sufi, belə deyək də, sufi görüşündə Yunus Emre, Mevlana və sair kimi bir çox şairlərin şeirlərində də bu əks olunmuşdur. Yəni orada qeyd olunan, ikinci bənddə də qeyd olunan ağlarkən gülüyorum, gülərkən ağlıyorum, bu dünyada yanıyorum, yanan varmı benim gibi ifadəsi də bunun bir göstəricisidir və həqiqətən də dəyərli hocama mən minnətdarlığımı bildirirəm. Deməli, mövzumuza keçmiş olarsaq, birinci dərsimizdir. Mən bu mövzu ətrafında sizlərlə belə gördüyünüz kimi səmimi şəkildə bir neçə mövzular ətrafında mən sizlərlə bu mövzu haqqında danışmağı hədəfləyirəm, dəyərli izləyicilərimiz. Deməli, birinci başlığımız böyük partlayış, yoxluğun sükutundan var olmağın səsinə. Yəni yoxluğun, belə deyək, yoxluğun sükutundan, belə deyək, var olmağın səsinə. Ümumiyyətcə bilirsiniz ki, Big Ben adlanan elmdə belə bir nəzəriyyə var ki, bütün, ümumiyyətcə kainat, evrən deyirlər, varoluş bu Big Ben, Big Bang, üzr istəyirəm, Big Bang ilə başladığı aydın olunur. Mən burada da qeyd etmişəm bunu. Elm kainatın başlanğıcını böyük partlayış, Big Bang olaraq adlandırır. Kainat deməli elmə görə böyük bir partlayış nəticəsində yaranıb və bu partlayışdan sonra evrən get-gedə genişləyərək müasir, indiki gördüyünüz hala gəlib çatıb. Bu elmin nəzəriyyəsidir.
Amma bilirsiniz ki, Qurani Kərimə biz nəzər salsaq, Yasin surəsinin 82-ci ayəsində belə buyurulur ki, ol dedi, o da oldu. Yəni biz bugünkü dərsimiz, dəyərli gözəl insanlar, bizim bugünkü dərsimiz əsasən insanlığın yaranışı yox, insandan əvvəl kainat var idi axı. Kainatın yaranışına biz köklənəcəyik. Bugünkü dərsimiz əsasən. Digər dərslərdə biz artıq insanın yaranmasına doğru gəlib çatacağıq. Deməli nə dedik? Yasin surəsinin 82-ci ayəsində ol dedi, o da oldu. Bəli. Ol dedi, o da oldu. Buyurulur. Yəni bu da nə deməkdir? Yasin surəsinin 82-ci ayəsində bu qeyd olunur. Yəni ol dedi, oldurdu. Uca Allahın əmri ilə bu oldu. Başa düşürsünüzmü? Elmdə nə dedik? Elmdə bunu böyük partlayış Big Bang olaraq adlandırır. Baxın dəyərli gözəl insanlar, elm kainatın başlanğıcını böyük partlayış Big Bang olaraq adlandırır. Amması var. Amma bu bombanın, hər hansısa bir bombanın, da məsəl üçün deyirik, hər hansısa bir bombanın boşluqda partlaması deyil, məkanın öz içindən doğulması idi. Doğulması idi bu. Görürsünüz nə gözəl qeyd olunur. Amma bu bombanın boşluqda partlaması deyil, məkanın öz içindən doğulması idi. Yəni bunu diqqətlə dinləməyinizi mən tövsiyə edirəm, xahiş edirəm. Deməli nə idi? Bir daha nəzər salaq. Deməli bu hər hansısa bir bombanın partlayıb kainatın, evrenin yaranması deyil, məkanın öz içindən doğulması idi bu. Məkanın öz içində doğulması olaraq adlanırdı bu. Başa düşürsünüzmü? Bu anda nə zaman, nə də məkan mövcud idi. Yox idi. Nə məkan var idi, nə də zaman var idi. Heç bir şey yox idi. Sadəcə yücələr yücəsi, aləmlərin Rəbbi olan mərhəmət, rəhmət, güc, qüvvət, qüdrət, əfv edən, bağışlayan Allahdan başqa heç kimsə yox idi. Bu anda nə zaman, nə də məkan mövcud idi. Çünki onlar da həmin anla birlikdə yaranmışdı. Dəyərli insanlar, hər şey orada etibara yaranmışdı. Heç bir şey yox idi. Zaman da, məkan da onda yaranmışdı. Ortaya çıxmışdı. Bura qədər ümid edirəm hər şey sizə aydındır. Kvant səviyyəsində enerjinin titrəyişi, yəni kvant səviyyəsində olan enerjinin titrəyişi əslində ilahi əmrin ilk fiziki təzahürü idi. Bu idi. Başa düşürsünüzmü? Yəni o titrəyiş, yəni o belə deyək də, yəni o enerjinin parçalanması, o deyirlər məkanın öz içindən doğulması, bu əslində belə deyək, ilahi əmrin, yəni ilahi əmrin fiziki nədir? Yəni gözlə görəndə fiziki görürük bunu. Fiziki təzahürü idi. Yəni bu Allahdan olmuşdur. Təsadüf yoxdur, dəyərli izləyicilər. Biz hər şey təsadüf deyə bilmərik. O ateistlərin nəzəriyyəsidir, yəni inanmayanların ki, əslində adlandırırlar ki, əslində bu dünya və bu evren təsadüfi şəkildə, bəzi adamlar var da, yəni təsadüfi şəkildə yaranmışdır. Xeyr, belə bir nəzəriyyə yoxdur, ola bilməz. Bu qədər nizam, bu qədər belə deyək də incəliklər təsadüfən yarana bilməsi qeyri-ixtiyarıdır. Keçən dəfə mən bir kitabda oxuyurdum ki 0 üstü 1 üstü 48, yəni siz hər hansısa bir balaca uşağa qabağına klaviaturanı qoysanız, desəniz ki, məsəl üçün ora bir hikmətli bir dənə də bunun kimi, necə ki bura hikmətli nizam içində yaradılıb, həmən hikmətli bir söz yaz desəniz, onun o sözü yazması imkansıza yaxındır. 1 üstü 48, yəni ehtimallar, riyazi ehtimallar nəzəriyyəsinə gedib çatır. Mən ora çox girmək istəmirəm, dəyərli izləyicilər. Başa düşürsünüzmü? Və yaxud da təsadüfdürsə, məsəl üçün əlimi mən bir dənə belə eləyim, burada bir dənə stakanda su olsun. Mümkündürmü? Xeyr, mümkün deyil. Məsəl üçün mən çiyələk yiyim,
İstəyim ki, o kişiyə qarpız dadı versin. Yoxdur başqa bir şey də. Bu mümkündürmü? Xeyr, mümkün deyil. Əgər təsadüf varsa, onlardan niyə olmasın? Bir dənə belə eləyim, o deməli yoxdur. Yəni təsadüfən yarana bilməz. Bu hadisə həm fizikanın, fizika elmi, həm də metafizikanın qovuşduğu nöqtədir bir-birinə. Elm nə baş verdiyini izah edir. Vəhy isə niyə baş verdiyini izah edir. Niyəsini deyir. Yəni kainatın, dünyanın, insanlığın, mövcudatın yaranmasının səbəbini izah edir. Düşüncə nəticəsi isə kainatın bir təsadüflə deyil, məqsədli hərəkətlə başlamasıdır. Yəni varlığın ilk səsi, mənanın ilk nidası idi. Bunu ümid edirəm hər kəsə aydın oldu, hər kəs bunu başa düşdü. Varlığın ilk səsi, mənanın da ilk nidası idi. Bura qədər hər şey aydındırsa, mən istəyirəm, biraz vaxt azlığımız da var, ikinci başlığıma keçəm. İkinci başlığımda xaosdan nizamın doğulması, ilahi qanunların ritmi. Yəni bu mövzuda olacaq. İkinci başlanğıcım, belə deyək, ikinci başlığım bu mövzuda olacaq, dəyərli insanlar, dəyərli izləyicilər. Partlayışdan sonra hər şeyin enerjisi, hər şey enerjinin bir xaosu idi. Amma bu xaos uzun çəkmədi, enerji nizam yaratmağa başladı. Bu enerji partlayışdan sonra artıq vaxt, yəni hər şey zaman, vaxt içərisində atomlar, ulduzlar, galaktikalar və yaxud da nətər deyək, gezegənlər də belə deyirik də, yəni planetlər artıq pillə-pillə bunlar yaranmağa başladı. Yəni bu enerji artıq bir nizam yaratdı. Hər şey nizam içində böyük. Yəni bu partlayışdan sonra kainatın, evrenin yaranmasından sonra hər şey nizam içərisində yaranmağa başladı. Başa düşürsünüzmü? Yəni galaktikalar formalaşdı, belə deyək, nizam içərisində. Aha, Quran-ı Kərimin Qamər surəsi 49-cu ayədə nə buyurulur? Biz hər şeyi müəyyən ölçü ilə yaratdıq buyurulur. Görürsünüz necə üst-üstə düşür. Yəni Quran-ı Kərimin ilahi bir kitab olduğunun ən böyük dəlillərindən biri olaraq da bunu göstərməyimiz mümkündür, dəyərli izləyicilər. Yəni bu qədər şey nizam içərisində təsadüfən yarana bilməz. Bu sağlam ağlın düşüncəsi deyildir. Və sübutları da var. Oxuyuruq. Partlayışdan sonra hər şey enerjinin xaosu idi. Amma bu xaos uzun çəkmədi. Enerji nizam yaratmağa başladı. Artıq atomlar, atom artıq parçacıqlar deyirlər. Yəni o neyronlar da indi o bir kimyaya gedib çıxmaya, ulduzlar, galaktikalar formalaşdı və hər şey nizam içində yaranmağa başlandı. Və biz Qurandan isbat olaraq da Qamər surəsinin deməli 49-cu ayəsini bura isbat olaraq gətirdik ki, yəni biz hər şeyi müəyyən ölçü ilə yaratdıq buyurulur burada. Elm buna incə tənzimləmə, fine tuning deyir buna. Yəni əgər cazibə sabitliyi milyardda bir fərqli olsaydı, nə kainat, nə həyat, nə də insan yaranardı. Dediyim kimi də, yəni təsadüf yoxdur. Yəni maddə təsadüfən deyil, hikmətlə təşkil olundu. Bu maddə hikmətlə yalandı, dəyərli izləyicilər. Yəni əgər cazibə sabiti milyardda bir fərqli olsaydı, bax hələ milyard deyirik. Gör nə qədər hər şey nizam içərisində yaranıb. Milyard, 1 milyard nə deməkdir dəyərli izləyicilər? Milyardda biri özdə. İndi inanıram ki, siz bu dərinlikləri başa düşürsünüz. Milyardda bir fərqli olsaydı, bu dəqiqə nə kainat, nə həyat, nə də insan yaranmış olacaqdı. Deməli, bu da nə deməkdir? Maddə təsadüfən deyil, evren, kainat, ya bütün mövcudat təsadüfən deyil, hikmətlə təşkil olunmuşdur. Buradan necə fəlsəfi nəticə, buradan belə bir fəlsəfi nəticə ala bilərik ki, kainat sükunətdən deyil, bax nə gözəl yazmışıq bura, kainat sükunətdən deyil, ritmdən doğulub. O bir musiqi kimidir.
Nə çox səssiz, nə də çox gürültülü harmoniya mövcuddur. Varlığın təbiətidir. Yəni hər şey ilahi qanunlar çərçivəsindədir. Bu gün də hər şey elə gedir. Hər şey ilahi qanunlar çərçivəsindədir və hər şey öz vaxtında, öz vədəsində və çox nizamlı səbəblərlə baş verir. Səbəbsiz heç bir şey yoxdur. Heç bir şey yoxdur. Ümid edirəm ki, bura qədər sizə hər şey aydın olmuşdur, bura qədər. Üçüncü başlığımız. Çox da sizi yormaq istəmirəm. Üçüncü başlıq isə ulduz tozundan həyata, yəni maddədən mənaya keçid, maddi aləmdən məna aləminə keçid edirik artıq buradan etibarən dəyərli izləyicilər. Belə deyək də, bir zamanlar bir ulduz partladı. Bir zamanlar bir ulduz partladı. Onun içindən yaranan elementlər kimyaya gedib çıxırıq gənə. Dəmir, karbon, oksigen boşluğa yayıldı. Artıq o partlayışdan sonra boşluğa yayıldı. Və minlərlə il sonra həmin elementlər yer kürəsində birləşərək həyat toxumunu yaratmış oldu beləliklə. Həmən onlar. Diqqətlə dinləməyinizi istəyirəm gözəl insanlar. Vaxtınızı ayırın, yarım saat, 40 dəqiqənizi ayırın. Bu çıxışları dinləməyinizi tövsiyə edirəm. Mən də sizin bir övladınız, mən də sizin bir belə deyək ki, kiçik qardaşınız olaraq əlimdən gələn qədər üzr istəyirəm, bu məlumatları sizə verməyə çalışıram. Mütaliələrimizin və müəllimlərimizin bizə öyrətdiklərinin nəticəsidir təbii ki. Deməli, nə dedik? Deməli, bir zamanlar, yəni bu Big Bang deyirlər də, yəni elmi dillə danışacağım bugün. Yəni bu partlayışdan sonra artıq bu partlayışın içindən artıq həmin indi yaranan bu demək ki boşluğa, yaranan bu boşluğa dəmir, karbon, oksigen və bir digər kimyəvi elementlər, maqneziumda nəsə hamısı var da, yəni əsas dəmir, karbon, oksigen artıq bu boşluğa yayılmış oldu. Hərəsi nizamlı şəkildə boşluqda yerini alaraq minlər il sonradan, yəni bir neçə min il sonradan həmin baxın bu sadaladığımız elementlər yer kürəsində birləşərək artıq həyat toxumunun əsasını qoydu, həyat toxumunu yaratmış oldu. Görürsünüz, burada alınacaq dərslər var, dəyərli izləyicilər. Bu, biz ulduz tozuyuq ifadəsində sadə şeir deyil, elmi həqiqət olduğunu göstərir. Yəni, insan bədəni ulduzların qalıqlarından formalaşıb, ruhu isə ilahi nəfəsə. Yəni, bu bizim bu gördüyümüz bədəni torpaqdan yaranıb da, yəni biz bu evrənə aidik, ruhumuz isə bu kainata, bu evrənə aid deyil. Başa düşürsünüzmü? Yəni, insan bədəni ulduzların qalıqlarından formalaşıb, ruh isə ilahi nəfəsdən formalaşıb. Bu yerdə də mən çox araşdırdım, istədim özüm də Qurani Kərimdən də sizin qarşınızda çıxıb sizə bir şey verə bilək deyə. Qurani Kərimdə Sad surəsinin 72-ci ayəsində Uca Allah buyurur ki, yəni ona surət verdim və ona öz ruhumdan üfürdüm, ruh. İnsan ruhundan bəhs olunur. Başa düşdünüzmü? Dərin nəticə isə budur ki, kainat maddə ilə başladı, amma məqsədi maddə deyildi. O özünü dərk etmək üçün şura insana çevrildi. Biz kainatın özünü hiss edən hissəsiyik. Bunu da qeyd etməyinizi istəyirəm. Biz kainatın özünü hiss edən bir hissəsiyik, dəyərli izləyicilər. Ümid edirəm ki, bura qədər sizə hər şey aydın oldu, əlimdən gələn qədər. İndi ola bilər ki, bugün biraz sakit, belə yeni bu formatda gördüyünüz kimi çıxışa başladıq. İnşallah gələn videolarımızda, dərslərimizdə mən ətraflı şəkildə sizlərə bu haqda danışacağam. Deməli, genetik kod İlahi dilin biyoloji təcəssümü. Bunu da mən xeyli araşdırdım. Yaxın bizim biyologiya bilən dostlardan da kömək istədim. Sağ olsunlar, kömək etdilər. Deməli, DNA deyirlər. Yəni, bu DNA insanın genetik kodudur.
Bonuklet desən, belə bir cür açılışını yalan deyərəm. Deməli, DNA əslində həyatın bir əlifbasıdır, dəyərli insanlar, gözəl insanlar. Nə deməkdir bu? Bu 4 hərf, yəni bu 4 hərf A, T, C, G və s. bunlar milyardlarla kombinasiyada birləşərək canlı varlığı formalaşdırır əslində. Yəni bu DNA-larla, bu genetika ilə. Yəni bu dediyimiz, baxın bu hərflər, bu 4 hərflər milyardlarla kombinasiyaları birləşdirərək artıq canlı varlığı formalaşdırır bunlar. Elm üçün bu kodlaşdırılmış məlumatdır. Yəni əzbərcədə bilirik ki, bu budur. Fəlsəfi üçün isə yaradılışın bir yazısıdır. Yəni yaradılışın bir yazısıdır. DNA, yəni bu dediyimiz DNA ki var, DNA sanki ilahi əmrin bioloji təcəssümüdür. İlahi əmrin bioloji təcəssümü. Yəni nə deməkdir bu? Hər hüceyrə bir kitabdır. Hər bədən də bir kitabxanadır. Kainatın başlanğıcında aldığı ol əmri hüceyrədə yaşa kimi təkrarlanır. Ümid edirəm, bura qədər hər şey sizə aydındır, dəyərli izləyicilər. Yəni buradan mən də içində daxil olmaqla alacağımız çox dərslər vardır. Həqiqətən çox dərslər vardır. 4-cü başlığımızı da belə qutardım. Bugün vaxtımız azdır deyə, əziz dostlar, gözəl insanlar, çox o deyirlər, hocam dediyi kimi, çox dərinliyə girə bilmirəm. Mən üzürlü hesab eləyin. Amma ki, əlimdən gələn qədər sizə kömək etməyə çalışıram. Deməli, 5-ci başlıq. 5-ci başlıqda şuurun doğuluşu, yəni kainat özünə baxmağa başlayır. 5-ci başlıq da budur. Deməli, nə deməkdir? Bu maddə hərəkət edir, bilirsiniz, yəni hərəkətlidir. Maddə hərəkət edir, amma öz hərəkətini tam dərk etmir. Başa düşürsünüz? Ruh isə həm hərəkəti, həm mənanı dərk edir. Başa düşürsünüz? Yəni insan bu iki səviyyənin qovuşduğu yeganə nöqtədir. Yəni bu mərhələ ilə kainat artıq özünü seyr etməyə başlamışdır, dəyərli izləyicilər. O təkcə var olmur, öz varlığını da düşünür. Yəni təkcə var olmur, öz varlığını da düşünür. Yəni maddə, yəni bax bu bədən hərəkət eləyir, amma öz hərəkətini, öz məsəl üçün mənasını dərk edə bilmir. Yəni o deyirlər taxta, yəni torpaqdır bu, öz mənasını dərk edə bilmir. Ruh isə həm hərəkəti, həm də mənanı dərk edir. Ona görə buyurulub ki, yəni insan ruh ilə ucalır. Ruh ilə çox böyük dərəcələrə, çox böyük zirvələrə qalxa bilir, dəyərli izləyicilərim. Yəni bu ruh ilə mümkün olur. Başa düşürsünüzmü? Metafizik nəticəmiz isə budur ki, insan kainatın düşünən formasıdır. Biz onun dili, hissi və vicdanıyıq. Başa düşürsünüzmü? Yəni elmi baxımdan bu, yəni belə deyək də, elmi baxımdan bu neyron aktivlik adlanır. Fəlsəfi baxımdan isə şuurun ilahi təzahürü olaraq adlanır, dəyərli izləyicilər. Yəni bunu başa düşməliyik. Ruh insanı ucaldır. Yəni insan ruh vasitəsilə böyük dərəcələrə, çox yüksək zirvələrə qalxa bilir, dəyərli və çox hörmətli izləyicilərimiz. Bunlara çox xahiş edirəm, diqqətlə dinləyin bunları və anlayın, dərk etməyə çalışın, dəyərli izləyicilər. 5-ci başlığımızı da bitirirəm. Dostlar oradan mənə işarə verir ki, vaxtımız azdır. Daha sonraki çıxışlarımız çox yaxşı olacaq, uzun olacaq, dəyərli izləyicilər. Deməli, 6-cı başlıq, süni zəka müasir dönəmin bilirsiniz ki, bir parçasıdır artıq süni intellekt və mən deyəsəm, varoluş podkast proqramımızda mən süni intellekt, süni zəka haqqında mən kifayət qədər məlumat verdim və həyatımızda onu necə istifadə etməli haqqında da mən məlumat verdim. Burada da yer verdim yenə də, çünki hocamızın da həmişə mənə buyruğu o olub ki, yəni müasir dönəmi də, müasir dövrün də aktual olan problemlərini heç vaxt unutma buyurub. Ona görə mən öz qeydlərimdə bunu da yazdım. Deməli, 6-cı başlığımız belə qərar verdi. Süni zəka, insanın öz zəkasının sürətini yaratması. Deməli, insan artıq öz yaradıcısına bənzəməyə çalışır.
Baxın indi bu nə deməkdir? Yəni o öz şüurunun nüsxəsini süni zəkanı yaradır. Amma bu surət hələ ruh daşımır. Ruh daşımır dəyərli insanlar. Yəni öz insan robot zat deyirlər, robotexnika, robot zat deyirlər, yəni belə şeylər. Bu da ona gedib çıxır. Yəni bayaqda mən keçən verilişimdə də demişdim, süni intellekt əsla doğru olanı, mənanı, vicdanı əsla bilmir, bilə bilməz. İnsanlıq yaratmağa çalışır bunu, amma əsla təbii ki də yarada bilməz. Yəni belə. Çünki bunun səbəbi də var. Çünki süni zəka nizamı kopyalayır, amma niyyəti hiss etmir. O biliyi bilir, amma hikməti anlamır. Başa düşürsünüz? Fərq. Bunların arasındakı fərq biliyi olan düşünür, hikməti olan da anlar. Yəni süni zəkada artıq hikmət yoxdur. Yəni gerçəyi anlama, mənanı, vicdanı, mərhəməti, yəni bunları hiss etmə və anlama kimi bacarıqlara təbii ki də sahib deyil. Burada bir xəbərdarlıq da mövcuddur dəyərli izləyicilər. İnsani xəbərdarlıq var. Bu da nədir? Əgər insan hikmətdən uzaqlaşarsa, öz yaratdığı zəka qarşısında mənəvi olaraq məğlub ola bilər. Diqqətlə dinləyin, anlamağınızı inşallah dua edirəm. Başa düşürsünüz? Yəni əgər insan əsl hikmətdən, yəni Allaha olan və kamilliyə olan, yəni həqiqi hədəfindən, hikmətdən, həqiqi hədəfindən uzaqlaşarsa, artıq öz yaratdığı zəka qarşısında mənəvi olaraq məğlub olur. Yəni o keçən dəfə də dedim, ruhun da qidaya ehtiyacı vardır. Ruhu da doydurmaq lazımdır ki, qəlb qıfıllanmasın. Mənəvi dərəcədə, mənəvi baxımdan insan çökməsin. Bu lazımdır. Süni zəka kainatın növbəti mərhələsi deyil, insanın bir aynasıdır dəyərli izləyicilər. O bizə kim olduğumuzu göstərmək üçündür. Yəni süni intellekt gözəl bir şeydir. Biz inkar etmirik ki, yaxşı bir şey deyil. Amma süni intellektdən doğru şəkildə istifadə etmək də çox mühümdür dəyərli insanlar. Yəni onu cəmiyyətin, insanlığın, bəşəriyyətin, bütün insanların xeyri üçün istifadə etməliyik. Ziyana istifadə etməməliyik. Dövlətimizə, millətimizə layiq, dövlətimizə, millətimizə, hökumətimizə layiq şəkildə biz onu idarə etməliyik, pisliyə idarə etməməliyik. Cəmiyyətin inkişafı üçün bəşəriyyətə, yəni insanlığın, yəni 21-ci əsrin aktual mövzularını həll edəcək şəkildə bəşəriyyətə xidmət üçün istifadə etməliyik. Pislik üçün əsla istifadə etməməliyik dəyərli insanlar. Bunları bilmək çox mühümdür. Başa düşdünüzmü? Deməli, 6-cı başlığımız da bitdi. Səmimi bir çıxışdı da indi sizlə səmimi görüşə gəlmişəm. Qabaq oturmuşam. Artıq sonlara çatıram. Sizi də çox yormaq istəmirəm. 7-ci başlığımız kainatın özünü dərk etməsi, ruhani təkamülün son addımı. Buradayıq. Deməli biz nələr dedik? Artıq sona gəldik da deməli. Kainat maddədən ruha, enerjidən şuura doğru bir səyahət keçdi. Bu yolun məqsədi yaratmaq deyil, tanımaq idi dəyərli insanlar. Başa düşürsünüz? Tanımaqdır bu, tanımaq. Yəni biz yaratmaq, belə deyək də, biz yaratmaq peşində olmayalım. Biz tanımaq peşində olalım. Hocamızın bir sözüdür bu da. Yazıram. Yəni bu lazımdır, təfəkkür etmək lazımdır. Yəni düşünmək lazımdır. Allahın yaratdıqlarına baxıb bir dərs çıxarmaq, bir şükür etmək lazımdır. Başa düşürsünüz? İslam fəlsəfəsində bu mərifətullah, Allahı tanımaq adlanır. Çox üstün bir şeydir. Başa düşürsünüz? Yəni bu yolun, yəni sizə danışdığım, yəni bu yarım saatdan etibarən sizə danışdığım bütün bunlar əslində qısa şəkildə belə deyə bilərik ki, kainatın yaranması və bu yolun məqsədi yalnız yaratmaq deyil, yəni baxıb yaratmaq deyil, tanımaqdır, təfəkkür etməkdir, düşünməkdir və bu İslam və İslam fəlsəfəsində bu mərhələ mərifətullah, yəni Allahı tanıma olaraq adlanır.
Başa düşürsünüz? Elm isə bunu kozmik təkamül adlandırır. Başa düşürsünüzmü dəyərli izləyicilər? Kainat yaradanını, yəni kainat yaradanını tanımaq üçün özünü insan formasında dərk etdi. Başa düşürsünüzmü? Bura qədər yəni təfəkkür etməliyik, düşünməliyik və şükür edib Allaha layiq şəkildə yaşamalıyıq. Allahın buyruqlarından əsla üz döndərməməliyik. Yaxşı bir insan olmalıyıq. Şeytana, nəfsimizə uymamalıyıq. Başa düşürsünüz? Həqiqi hədəf üçün addım atmalıyıq və həqiqi hədəf üçün çalışmalıyıq. Son nəticəmizə gəlirdim artıq. Son nəticəmiz, biz kainatı araşdırmırıq. Kainat özünü bizim vasitəmizlə araşdırır. Görün, insan yaradılmışların ən üstüdür. Yaradılmışların ən üstünü insandır. Bu səbəbdən insan varlığın ən müqəddəs aynasıdır, dəyərli izləyicilər. Bura qədər ümid edirəm, hər şey sizə aydın oldu. Bura qədər inşallah ki, hər şey sizə aydın oldu. Yəni bizim əsas demək istədiyimiz ondan ibarət idi ki, mənim demək istədiklərim. Yəni insan hər zaman öz yaranışı, öz varlığı haqqında düşünməlidir və niyə yarandığını, yəni boşa ömür sürmək üçün yaranmadığını dərk etməlidir, bilməlidir, dəyərli və hörmətli izləyicilər. Yəni bunlara çox diqqət yetirməliyik biz. Yekun mesaj, 8-ci başlığımız və yekun mesaj, özünü tanıyan kainat. Nədir? Burada Şahin İsmailov gedir. Burada mənim bir sözüm var. Yəni, belə bir söz yazmışdım. Deməli, bu nə deməkdir? Nədir? İnşallah sizin də xoşunuza gələr. Mən də bir tələbə olaraq, bir sizin kiçik qardaşınız olaraq belə bir fikir söylədim ki, kainatın ən uzaq galaktikası ilə insanın qəlbi arasında məsafə yoxdur. Çünki hər ikisi eyni bir zəkanın təcəllisidir. Dəyərli insanlar. Necə ki, Allah buyurur, mən sizə şah damarınızdan yaxınam. Onun kimi misal olaraq verdim. Yəni, insan hər zaman yaxşı olmağa çalışmalıdır. İnsanın məqsədi də bu olmalıdır ki, mən hər zaman yaxşı olum, gözəl olum. Başa düşürsünüzmü? İnsan nə qədər yaxşı olsa, bir o qədər bu həyatda çox uca zirvələrə qalxa bilər. Başa düşürsünüzmü? Ona görə mən bugünlük çıxışım burada bitdi. Ümid edirəm ki, axıra qədər, bu dəqiqəyə qədər mənlə qaldınız, izlədiniz. Əlimdən gələn qədər sizə məlumat verməyə çalışdım. İnşallah qismət olsa yenə davam edəcəyik. Fikrim var, bu mövzu ətrafında mən danışacağım. Amma sırf belə, sizdən səmimi danışmaq istəyirəm, dəyərli izləyicilər. Belə həm insan da özünü xoşbəxt edir, xoşbəxt hiss eləyir. Ona görə mən dostlarıma da təşəkkür edirəm. Onlar da əziyyət çəkirlər, nə desə eləyirlər, minnətdaram. Bura qədər izlədiyiniz üçün təşəkkürlərimi bildirirəm, əziz izləyicilərimiz. Ümid edirəm sizlər üçün faydalı oldu, gözəl oldu. Nə xoş bizə əgər ki faydalı oldusa, bizləri izləməyi, bəyənməyi, paylaşmağı, şərh yazmağı unutmayın. Hər birinizə minnətdarlığımı bildirirəm. Sağ olun, var olun, özünüzə yaxşı baxın. Gələcək dərslərdə, proqramlarda, verilişlərdə görüşənə qədər sağ olun, salamat qalın. Allah amanıdır. Təşəkkürlər.